Replika. Bütöv bir ölkənin, xalqın, böyük bir millətin göylərə bülənd olan ahnaləsinin, ağlar qoyulan, göz yaşları qurumayan anaların haqqın dərgahına yetən, kar olmuş qulaqların eşitmədiyi, daşa dönmüş ürəklərin duymadığı, kör olmuş gözlərin görmədiyi, susmuş vicdanların saya salmadığı hıçqırıqlarının, atası sağkən yetim qoyulan uşaqların vəbalının, əri sağkən dul qalan gəlinlərin, aşkar gizli axan göz yaşlarının, Tanrının anaların ayaqlarının altına lütf olan bu cənnət məkanı qərq edəcəyini, hər kəsin ilahi hesabları hesaba qatmalı, bütün hesabların üstündə tutmalı olduğunu hayqıraraq, bağıraraq, çığıraraq, yetməyəndə yalvararaq demişdim. Zira bu yağıntıların, ağlar qoyulmuş anaların, haqqın dərgahından dönən göz yaşlarının olduğunu bilsin hər kəs. Ziyanın nərəsindən qaydılsa kardır və bu günlərdə Respublikamızın ərazisində yağıntıların miqdarı normadan artıq olmuşdur kimi məsum kəlmələrlə ötüşdürüləcək, şablon ifadələrlə yola veriləcək məsələ deyil bu. Anaları ağlayan və ağlamaqdan üzülən, canı ölüm yatağına düşmüş ana vətəni min illərdə aydınlığa aparan suların, su aydınlıqdır, atalar sözü, məmləkəti zülmət qaranlıqlara sürükləməsinə hələ də biganəliklə yanaşan zehniyyət bitirir bizi. Bu zehniyyətə tamam, dur deməyin vaxtı gəlmədimi, zalim dostlar? PS. Elə bir məqama çatmışıq artıq. İnsanlar içində adamlar təkdir. Ən böyük xəyanət soyuqqanlılıqdır, ən böyük cinayət biganəlikdir.